Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmə bə'də, selamu aleykum və rəhmətullahi və bərəkət. Deməli, sonuncu paylaşdığımız videonun şərhlər bölümündə Quran-ı Kərim bizim etiqadı korlayır. Həmin videonun şərhlər bölümündə bir izləyicimiz Şamil Seyyidov adına bir qardaş sual verib və xahiş edir ki, bu suala cavab verək və biz də qərar verdik ki, onun sualına video şəklində cavab verək. Deməli, qardaş buyurur ki, Esselamu aleykum, aleykumselam və rəhmətullahi və bərəkət. Qardaş buyurur ki, Şamil qardaş, bir sualım var, zəhmət olmasa cavab verərdiniz. Hər təvilə gedən bidətçi olurmu? Deməli, ən birinci demək istəyirik ki, qardaş, hər təvilə gedən bidətçi olurmu? Biz bunu bilmək üçün ilkin mərhələlər var, onları bilməliyik. Təvili biz həmin insanı bidətçilərin qisminə daxil etmək üçün biz bilməliyik. Təvildən o nə qəsd edir? Təvili necə başa düşür? Və necə təvil edir? Bunu biz bilsək, artıq biz onu bidət əhlinin qisminə daxil edə bilərikmi, edə bilmərikmi, bunu təyin edə biləcəyik. Misal üçün, əgər birisi kəlam əhlinin təvili kimi təvil edirsə, onun bidətçi olmasında şək yoxdur. Nəyə görə? Çünki onların etdikləri təvillər eynən bu günləri olan kəlam əhlinin etdikləri təvil eynən Cəhmi və Mu'təzililərin təvilidir. Burada şək yoxdur. Onlara görə təvil nədir kəlam əhlinə görə? Kəlamı zahiri mənasından, kəlmənin zahirində hansı məna varsa, o mənanı kəlmənin zahirindən çıxardıb başqa bir mənaya aid etmək. Onlara görə təvil budur. Biz deməli, bu cür təvil edən insanlara nəyə görə bidətçi deyirik? Bax, İmam Tirmizi Rahiməhullahın Əl-Cəmi əsərində, zəkat babında İmam Tirmizi Rahiməhullah Rasulullah sallallahu aleyhi ve sellemdən rivayət etdiyi bir hədisi qeyd edir. Orada Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Azze və Cəllə əlindən danışır və müəllif İmam Tirmizi Rahiməhullah Allahın əl sifətini izah edərkən, ona şərh verərkən deyir ki, cəhmilər Allahın əli və bu kimi sifətləri elm əhlinin təvili kimi deyil də öz təvilləri ilə təvil edib dedilər ki, Allahın əlindən qəsd əl deyil, nemətdir, qüdrətdir. Nemət, qüdrətdir. Fikir ver, bu günlərdə eynən Allahın əlini əl deyil də qüdrət və nemət ilə təvil edənlər kimlərdir? Əşarilərdir. Əşarilərdən olan təvilçilər bu cür edirlər. İmam Tirmizi nə deyir? Bu deyir, cəhmilərin təvilidir. Təbii ki, bu cür təvil edən biz onu neynəcəyik? Bidət əhlindən sayacaq. Başqa bir örnək. Özlərini mənsub etdikləri, etiqad baxımından mənsub etdikləri alim Əbu'l-Həsən Əl-Əşəri özünün yazdığı Əl-İbənə kitabında. Əl-İbənə kitabında Əbu'l-Həsən deyir ki, ayəni gətirir, Ər-Rəhmənu aləl-Arş istəva, Rəhmən ərşə istiva etdi. Deyir ki, burada istiva, ucalmağı hökmü altına almaq kimi təvil edənlər kimlərdir? Xavariclər, cəhmilər və mu'təzillər. Bugün də ucalmağı hökmü altına almaqla təvil edənlər kimlərdir? Yəni də əşərilər. Bu işin ən əcaib tərəfidir ki, mənsub olduqları adam özü deyir ki, cəhmilərin təvilidir bu. Ucalmağı hökmü altına almaq ilə etmək. Amma yenə də özləri də neynirlər? Öz imamlarına belə nədirlər? Müxalifdirlər. Təbii ki, bu cür təvil edənlər nə olacaq? Bidətçi qism insanların sinifinə daxil olacaq. Lakin təvilin özünə gəldikdə isə Quran və sünnət işığında tam başqa bir şeydir. Bidət əhlinin başa düşdüyündən fərqlidir. Quran və sünnət işığında təvil iki şeydən bir nəzər tutulur. Ya təfsir, ya da ki, bir şeyin necəliyi. Bir örnək verək. Məsəl üçün biz İbn Cərir Ət-Tabari Rahiməhullahın təfsirini açsaq, görürük ki, İbn Cərir orada deyir ki, filan ayənin təvili belədir, filan ayənin təvili belədir, onun təvili belədir. Təvilin, yəni nəyə qəsd edir? Təfsiri. Tamam mı? Yusuf surəsində ayə rast gəlirik. Yusuf aleyhissələmi nə zaman ki, türməyə salırlar, türməyə saldıqda zindan yoldaşları ona nə deyir? Bizə gördüyümüz yuxunun təvilindən xəbər ver. Təvilindən, yəni nəyindən? Təfsirindən. Demək ki, təvildən bir mənada nədir? Təfsirdir. Təvilin ikinci mənası nədir? Bir şeyin necəliyi. Bir şeyin necəliyini bilmək. Təvilin bu mənada olmasına elə yenə də Quran və sünnət özü xəbər verir.
Əgər bu təvil bir şeyin necəlik haqqında aid edilirsə, o zamanla əlaqəlidirsə, buna məsəl üçün alimlər qiyamətin nə zaman baş verdiyini misal çəkir. Biri sorsa qiyamətin təvilini bilirsən, yəni nəyini? Qiyamət nə zaman baş verir? Təbii ki, təvildən qəsd olunan budursa, biz bunu bilmərik. Çünki biz bilmirik qiyamət nə zaman baş verəcək. Təvilən qəsd bu cəhətdən keyfiyyətlə əlaqəli bir şeydirsə, bunu örnək olaraq alimlər nəyi misal çəkirlər? Cənnət nə cürdür, cəhənnəm nə cürdür, oradakı nemətlər nə cürdür, əzab nə cürdür, qəbr əzabı nə cürdür? İnsanlar qiyamət günü Allahın qarşısında hansı keyfiyyətdə hesaba çəkiləcəklər, sıratın üzründən necə keçəcəklər, Allahın sifətləri nə cürdür, həmçinin bundan da təvil qəsd olunur. Təbii ki, biz bunların heç birini bilmirik. Biz bilmirik cənnət nə cürdür, necədir, Allahın sifətləri nə cürdür. Təvildən də bu qəsd olunanda biz deyirik ki, bunun təvilini nədir? Ancaq uca Allah bilir. Çünki ancaq uca Allah bilir ki, onun sifəti hansı keyfiyyətdədir, nə cürdür, cənnət nə cürdür, cəhənnəm nə cürdür, qiyamət nə zaman baş verəcək və s. və ilahi. Və İbn-i Cərir Ət-Tabari rahimehullahın təfsirini açsan, Əl-İmran surəsi 7-ci ayənin təfsirinə baxsan, bir çox şeyləri əldə edəcəksən. Əldə edəcəyin şeylərdən biri olacaq ki, bu günləri bəzilərin demələri ki, Allahın öz haqqında xəbər verdiyi, xəbəri sifətlərin mənası bilinməz. Bu Allahın özündə gizlətdiyi bir elmdir. Onların təvili bilinməz. Bu insanların xətalı bir fikir üzərində olduğunu görəcəksən. Çünki orada İbn-i Cərir Ət-Tabari təvildən danışdıqda heç də qeyd etmir ki, bir şeyin təvilinin bilinməməsi o demək deyil ki, onun mənası bilinmir. Xeyr, təvilin mənalarının biri odur ki, yəni bir şeyin keyfiyyətinin bilinməməsi, keyfiyyəti bilinməməsi. Buna da dəlil, yenə də Quran ayəsidir. Baxın, nə zaman ki, Yusuf aleyhissalam çıxır ərşə, oturacaq, kürsüsünə oturur. Atası, anası, qardaşları ona səcdə edir. Səcdə etdikdə Yusuf aleyhissalam, Yaqub aleyhissalama nə deyir? Ey ata, bu mənim bundan qabaq gördüyüm yuxunun təvilidir. Yuxunun təvilidir. Yəni, Yusuf aleyhissalam yuxuda nə görmüşdü? 11 dənə planetin ona səcdə etməsi. Amma bu yuxu nəyə dəlalət edirdi? Yusuf aleyhissalam bunu anlamırdı. Və yuxunun əlaqəli olduğu hadisə baş verdikdə, qardaşları, atası, anası ona səcdə etdikdə, o yuxunun nəyə dəlalət etdiyini anladı. Həmin yuxunun keyfiyyətini gördükdən sonra yuxu nəyə dəlalət etdiyi anladı. O vaxta qədər o yuxu nəyə dəlalət edirdi? Yusuf aleyhissalam bilmirdi. O yuxu baş verdikdən sonra artıq bildi ki, yuxu qardaşlarının və atasının anasının səcdə etməsini baş verdikdən sonra yuxunun nəyə dəlalət etdiyini Yusuf aleyhissalam bildi və ona görə də orada Yusuf aleyhissalam deyir ki, ey ata, bu bundan qabaq gördüyüm yuxunun təvili idi. Və dediyim kimi İbn-i Cərir Ət-Tabari rahimehullahın təfsirinə açıb baxsan, Əl-İmran surəsinin 7-ci ayəsinə təvil nədir, mütəşabih nədir, muhkəm nədir, onunla əlaqəli çox faydalı və qənaətbəxş məlumatlar əldə edəcəksən. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.